Vəziyyətimiz budur. Bax, aqibətimiz budur. Sən dala ver, mən qabağa çıxım, mən qabağa verim, sən dala çıx. Vəziyyətimiz budur. Bir saat gözləmişik, bu boşaldı, təzdən çıxıb bu maşın unuturum o biri. Dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Biz sizi Abşeron rayon Xırdalan qəsəbəsindən, Hüseyin Cavid küçəsindən salamlayırıq. Mən ilk öncə onu qeyd edim ki, burada yaşayan sakinlərin şikayəti ilə bağlı gəlmişik. Bu gördüyünüz yenicə açılmış, yəni bura aldığımız məlumata görə marketdir, megastora verirlər, yoxsa necə? Buradan bir qapı açılıb, dəyərli izləyicilərimiz. Onu hər birinizin nəzərində çatdırım. Gördüyünüz bu qapı vətəndaşlara, eyni zamanda burada yaşayan sakinlərə problem yaşadır. Bu problemlərdən biri ondan ibarətdir ki, burada yaşayan sakinlər düşünürlər ki, bu qapının açılmağı o deməkdir ki, burada iri tondajlı maşınlar, iri yüklü maşınlar gəlir burada dayanacaq və bizim girişimizə, çıxışımıza maneçilik törədəcək. Və eyni zamanda onun nəzərinizə çatdırım ki, bu sağda gördüyünüz məkan isə bura mərasim evidir. Mərasim evi vətəndaşların dediyinə görə, yəni burada yaşayan sakinlərin dediyinə görə mərasim evinə gələn şəxslər maşınların, avtomobillərin, bax, orada saxlayır. Bu qapının açılmağı isə iri tondajlı, iri yük maşınların burada gəlib saxlanmasına və burada yaşayan sakinlərin girişinin, çıxışına birbaşa maneçilik törədəcək. Biz onunla bağlı gəlmişik və burada yaşayan sakinlərin biz şikayətini dinləyəcəyik. Bizimlə olun. Mən bu məhəllədə yaşayıram, bu məhəllənin sakiniyəm. Mənim adım Həsənov Məzahirdir. Bizim evimiz var, burada qabaqdadır. Bax, hamısı bizim evlərdir. Orada yaşayır. Bəli, orada yaşayır. Yəni ki, burada çox xahiş edirik ki, bu qapı bağlansın və o bir istiqamətdən açıla bilər. Bax, bizim bu dünənləri. Dünən açılıb və haqlı da bizim hamımızda, dün ailə, 10 dənə ailə hamısı gəldi. Bunlara öz sözümüzü dedik və xahiş elədik ki, bu qapı o bir tərəfdən, o bir istiqamətdən açılsın. Bu qapının burada olmalı sizə hansı problem? Bizim o problem yaradacaq ki, daima gələcək yük maşını boşaldacaq qardaş. Burada ondan sonra boş, nə bilim, qarabqalar yığılacaq bura və yaxud da ki, nəsə də olacaq. Axırı bizim gediş gəlişimizə, maşınlarımızın gediş gəlişinə maneçilik törədəcək. Mən Sevil Nuriyeva, İngilis dili müəllimiyəm. Bu məhəllədə yaşayıram. Burada neçə illərdir ki, əziyyət çəkirik. İndi də bu supermarket bizim başımıza oyun açır. Yolun ortasında qapı açmaq olar, oğul. Da biz onda nətər gedib gələk işimizə, gücümüzə. Bəlkə bir xəstələnimiz var, bəlkə bir ayrı işimiz var. Bir skoru çağıracaq, təcili yardım və bunlar necə gedib çıxış eləyəcəyik. Buna görə də bu yolun ortasında qapının açılması necədir? Bu doğrudurmu? Hansı kitabda yazılır ki, yolun ortasında qapı açmaq olar. Biz yenə də əziyyət çəkən buranın sakinləri olacaq. 10 nəfər ailəyik, valla bizim sözümüzə məhəl verən yoxdur. Hər kəs söz gələn, yenə deyirlər, hə, amma yenə də deyir, öz bildiklərini eləyirlər. Deyir, dərman başını ağrıdır, çaq-çaq öz bildiyini eləyir. Oğul, problem yaranır, belə problem. Axı yolun ortasında belə qapı olarmı? Bəlkə evdə yanğı var, nəsə bir hadisə olubdur, nəsə bir xəstələnən var. Bu dar yoldan hansı, bəs maşınlar olandan sonra nətər gedib gələcəklər? Olmaz axı. Fövqəladə hadisə, hər cür hadisə gözlənilə bilər. Özünüzü daha təqdim edin. Sevil Nuriyeva. Adım Elman İsmailovdur. Qonşuyuq burada. Burada yaşayırsınız? Bəli, burada yaşayıram. Biz əvvəldən narahatçılıq edirik. Deyirik ki, burada belə şey olmaz. Eləyiblər, mağazin tikiblər. Bir mağazin orada, indi birini də burada peyda eləyiblər. Buradan da eləyiblər, bizim yolumuzdur. Biz o tərəfə, bu tərəfə gedib gəlirik. Nətər gedib gələcək? Bizi anladılar ki, qapı içəridə o tərəfdən olacaq. Gətirib saldılar bura. Saldılar bura. Dünən görmüşük. Belə şey olmaz, görür. Vəziyyətimiz budur. Bax, aqibətimiz budur.
Sən dala ver, mən qabağa çıxım. Mən qabağa verim, sən dala çıx. Vəziyyətimiz budur. Həyətin dalanın giriş qapısından şlaqbaun olsa, baxın, yəni imkan verilir 2 dəqiqəlik çıxışım eləyir. Bax belə, maşınlar buradan dönür gedir. Biz öz küçəmizdə dayana bilmirik. Hal-hazır ki, gördüyünüz vəziyyət budur. Mən danışa bilmirəm, görürsən. Gördüyünüz kimi dalandır. Dalanın girişindən bir dənə şlaqbaun əgər təşkil olunsaydı, belə bir vəziyyət, belə bir hal yaşanmazdı. Bir qonşu kimi təbii ki, biz də etiraz edirik, bizim də bir narahatçılığımıza səbəb olur. Taksi sifariş verəndə, hansısa bir əşyalarımızla, bəli, əlimizlə daşımaq, küçənin başına qədər piyada özümüz getməli oluruq. Bir xəstəmiz olanda təcili tibbi yardım maşını girə bilmir. Allah eləməsin, ekstra bir hadisə baş verəsi olsa, orasını heç düşünmək istəmirəm. Bəli, heç orasını düşünmək istəmirəm. Onu da təsəvvür edin necə bir vəziyyət. Yay gəlir, uşaqların küçədə, həyətdə oynamaqlarına konkret olaraq bir maneəçilik bəli çıxa bilmir. Uşaqların oynamağı, əyləncələri, yəni plaşatka, o artıq əllərindən alınıbdır. Avtomobillər də gəlir buradan. Bəli, avtomobillər də hamısı giriş-çıxış buradan edirlər. Görürsünüz, düşdə hamısı. Nə qədər olar? Bu reislər. Qonşu yaşlı qadın rəhmətə gedir. Hər inan onu çıxardıb aparınca burada yazıqlar nə qədər ödəyində sevilməlidir. Skoru gəlincə, onu çıxardınca bir xeyrimiz, şərimiz var. Biz necə eləyək? Necə eləyək? Nə qədər yay gəlir, yaz gəlir. Bəli, çıxmaz. Bu maşınların hələ incə azalıb. Bu maşınların hərəkətindən, belə bir vəziyyətin yaranmağından uşaqlar harada necə əylənsin, necə oynasınlar o da, yəni mümkün deyil. Ən yaxşı variant odur ki, bəli, küçənin girişindən, dalanın girişindən bir dənə şlaqbaun təşkil olunsun. Yaşayan ailələr öz maşınlarını rahat bir şəkildə, rahat bir şəkildə giriş-çıxışları təmin olunsun. Giriş-çıxışları rahat bir şəkildə təmin olunsun. burada avtomatik olaraq bağlanacaq ki, buradan Hər yerdə qoyulub. Şlaqbaun hər yerdə qoyulub. Bir dənə bizim küçədə yoxdur. Bilirsiniz, biz bu balaca bir dalandır, özünüz də çəkilişdə gördünüz. Burada ən azı 10 ailə yaşayır. Heç bir girişi çıxışı yok. Bir dənə girişi olan bir dalandır, buranın sakinləriyik. Özümüz də ali savadlı adamlarıq, dövlət işində işləyirik. Bu qədər hörmətsizlik olmaz. Bundan əvvəl köhnə qonşum da olsa, xətrinə də dəysə, bu mərasim evi, bu tikinti, bu bina bizi yordu illər boyu. Görün, yolun sağı mərasim evidir, solu da bu gətirib supermarket böyük tikib, qapısını bu küçəyə qoyur. Biz keçib gedə bilmirik, evimizə gedib gələ bilmirik. Narahatçılıq, zir, zibil. Bugün bayrama görə özümüz çıxıb buraları təmizləyib yığışdırmışıq. İndi bu boyda marketin ambarı olsa, qara qapısı olsa, bura bilirsiniz nə boyda böyük maşınlar gətirməlidir, boşaldılmalıdır, zibil yığılacaq. Biz yazıq deyirik, nə qədər olar? Bax, mənim əlimdəki kağızlarda baxın. Bundan əvvəl bu mərasim evinin qapısı bura açılmasın. Dəfələrlə aidiyyəti qurumlara baxın, məktublar icraya. Buran qoy olsun, mənim səsim də düşsün. Mən buranın şəxsən öz adımdan deyirəm, icrasından çox narazıyam. Nəyin müqabilində, nə ilə əlaqədar bunlara icazə verilir, mən bilmirəm. Bizim hüquqlarımız pozulur. Nə qədər olar? Mən yorulmuşam. Nə qədər ərizə, pullu, pulsuz, onlayn, nə qədər ərizələrimiz onlayn, elektron müraciət olub. Hamısına yazıb ki, hörmətli filan kəs. Baxılıb orada bir qeyri-qanuni şey. Necə yoxdur? Siz buranın qanuni görürsünüz və ya hiss edirsiniz. Ona görə bu dəfə iminli bu megastore açılan bu sahibkarın bu marketinə görə ərizə yox, sizə müraciət elədik. Xahiş eləyirik, işıqlandırasınız. Aidiyyəti qurumlar qoy öz mesajlarını alsınlar. Ayıbdır da, indi hansı zamanlarda ki, bu boyda dövlətimizdə bu boyda qanunsuzluqlar var. Bizim hüquqlarımız korlanır. Mən öz həyətimdir deyib, mən nə istəsəm açıb tikə bilərəm, yox. Kim bizə icazə verir? Bunlar deyib, bizim burada köhnə güya qapımız olub. 20 il, 30 il, 40 il bundan əvvəl. Onda bura qamışlıq olan balaca bir küçə idi. Bir-iki dənə burada kirə evlər var idi. Biz o qiymətinə evlər almışıq, burada yaşayırıq. Ona görə ki, burada gəlib bizi heç nə saysınlar. Axı, ayıbdır, düzgün deyil. Çox xahiş edirik sizdən bu məsələni işıqlandırın və bizə kömək eləyin. Aidiyyəti qurumlar da öz işlərini görsünlər.
Aydın, bax bu qapının bura qoyulmağı sizə hansı problem yarada bilər? Bura balaca bir küçədir, bir girişi olan bir küçədir. Siz təsəvvür edin, burada böyük yük maşınları dayanıb buradan yük boşaldacaq, yük yığacaq və bura zibillər atılacaq. Biz evimizə gedib gələ bilməyəcəyik. Sağda 3 dənə mərasim evin qapı, solda da bunun 3 dənə qapısı. Biz onda buranı bağışlayaq, bunlara hardan gedək gələk? Heç cür zili zibili də narahatçılığı da ondan pis. Maşınlarımız keçə bilməyəcək, maşınlar da burada dayanır. Siz indi inanın, bir gün burada mərasim var, burada az adam var hələ. Siz sabah gəlin görün buradan keçə biləcəksiniz, yox. Bunun maşınları, bunun maşınları. Biz neyinirik onda, necə eləyək? Yəni çox narahatçılıqdır, çox narazıyıq. Biz yolumuzu bunlara bağışlayaq. Neyiniyik, hardan gedək gələk bəs? Yəni olmaz. Qəti surətdə qanunsuzluqdur və mümkün deyil. Çox xahiş edirik bu barədə bizim şikayətimizi çatdırasınız. Siz şikayətinizi bildirmişsiniz həmin bu. Bunlara şifahi olaraq bildirmişik. Bunların belə bir xasiyyəti var ki, hər dəfə adamları sakitləşdirirlər. Narahat olmayın, düzəldəcəyik. Nəyi düzəldəcəklər? Fakt dünən görürsünüz, pəncərəni açıb, baxın, pəncərəni açıb qapı eləyiblər. Belə şey olar. Sıravi işçisiz, rəhbərlik necə devam edirsiniz? Rəhbərliyə zəng vurdu, rəhbərlik ona bir kəlmə dedi ki, sənə deyirəm işini gör. Və salam. Siz baxın, çəkin, qarşıdan da çəkə bilərsiniz, o tərəfdən yəni. Bunun başqa yerə açılası qapı yeri var. Açsın da oradan. Elə biz demirik, bu 10 ailə ilə hamı hər bir şeyini gətirib burada eləməli deyil ki. Yəni vəziyyəti görürsünüz, çəkin, baxın, xahiş edirəm, işıqlandırın.